Salam. Kimya 8-ci sinif iş dəftəri, bölmə 2 kimyavi rabitə, 2.1 kimyavi rabitə oktet qaydası mövzusunun izahına baxırıq. Bir də aşağıdakı suallara cavablandırın. A variantına kimyavi stabillik nədir? Kimyavi stabillik atomun xarici elektron təbəqəsində 8 elektron olduqda, yəni n-2 m+6 elektron quruluşuna malik olduqda onun stabil, dayanıqlı halı hesab olunur. B variantı oktet qaydası nədir? Oktet qaydası atomların xarici təbəqələrinin təsirsiz qazların atomların xarici təbəqəsinə, yəni n-2-yə m+6-ya tamamlanmasına oktet qaydası deyilir. Dublet qaydası ilə oktet qaydasının fərqi istənilir. Dublet qaydası dövr sistem cədvəlinin əvvəlində yerləşən elementlər, hidrogen, litium və berilyum kimi elementlər təsirsiz qazlardan elektron alıb verərək heliuma bənzəyirlər. Yəni heliumun da elektron konfiqurasiyası dayanıqlı haldır. Sadəcə olaraq təsir qazlardan heliuma yaxın olduğuna görə kimyavi rabitə yaratdıqda elektron alıb verərək heliuma bənzəyir və xarici elektron təbəqəsini 1s2-yə bənzədir. Bu elementlər dublet qaydasına tabe olurlar. İkinci sual. Dövr cədvəldən istifadə etməklə aşağıda verilmiş elementlər üçün oktet və dublet qaydasını tətbiq edin. A variantında oktet qaydasını tətbiq edirik, B variantında dublet qaydasını tətbiq edirik. A-da elementlərimiz magnezium, xlor, oksigen, kaliumdur. Dövr sistem cədvəlində bu elementlərin sıra nömrəsinə baxa bilərsiniz. Magnezium üçün 12, xlor üçün 17, oksigen üçün 8, kalium üçün 19-dur. Və buna uyğun atom tam elektron formulu əvvəlcədən qeyd etmişəm. Hər biri üçün əmələ gələn iyonun simvolu. Magnezium dövr sistem cədvəlində baxsaq, təsirsiz qazlardan neona daha yaxındır. Metal olduğuna görə 2 elektron verərək neon təsirsiz qazına bənzəyir. Bu səbəbdən magneziumun əmələ gələn iyonun simvolu magnezium 2 müsbət olur. Çünki 2 elektron verir. Bu zaman iyonun tam elektron formulu 2 elektron verdiyi halı, yəni 2s2, 2p6 neon təsirsiz qazına bənzədir. Elektron konfigurasiyasına bənzədiyi təsirsiz qazı bayaq qeyd etdik, neondur. Eyni formada digər elementləri fikirləşirik. Xlor dövr sistem cədvəlində sıra nömrəsi 17-dir və təsir qazlardan arqona daha yaxındır. 17, yəni 18-ə çatmaq üçün 1 elektron almalıdır. Həmçinin xlor qeyri-metaldır və qeyri-metallar elektron almağa meyillidir. 1 elektron alır, xlor mənfi yüklənir və beləliklə də 3s2, 3p6 olmaqla daha dayanıqlı hala gəlib çatır. Bənzədiyi təsirsiz qazsa arqon olur. Oksigendə eyni formada fikirləşirik. Oksigen 6-cı qrupda yerləşir. Təsirsiz qaza bənzəməsi üçün 2 elektron almalıdır və qeyri-metaldır. O səbəbdən 2 mənfi yüklənir. İyonun tam elektron formulu daha dayanıqlı halını qeyd eləmişik və bənzədiyi təsirsiz qazı da eyni formada qeyd eləmişik. Kalium metal olduğuna görə 1 elektron verir və 1 elektron verməklə arqona bənzəyir. Bu səbəbdən kalium müsbət yüklənir və iyonun elektron formulu əvvəlki halda qeyd olunubdur. Dublet qaydası. Dublet qaydasını bayaq qeyd elədik. Dövr sistem cədvəlində heliuma daha yaxın olan elementlər, yəni hidrogen, litium və berium elementləri daha dayanıqlı hala çatmaq üçün heliuma yaxın olduqlarına görə elektron alıb və ya verərək heliuma bənzəyir və beləliklə daha dayanıqlı hala keçirlər. Burada göstərilən elementlər litium, berium hər ikisi metaldır. Bu səbəbdən elektronu verməyə meyillidir. Litium atom tam elektron formulu yazmışıq. Xaricindəki 1 elektron verməklə 1s2 hala, yəni heliuma bənzəyir. 1 elektron verdiyinə görə iyonun simvolu litium müsbət yüklənir və heliuma bənzəyir. Berilyumun da elektron quruluşu qeyd olunubdur. 1s2, 2s2. 2s2-dəki 2 elektron verməklə 2 müsbət yüklənir və iyonun tam elektron formulu, yəni heliuma bənzəyir. Bənzədiyi təsirsiz qazda qeyd olunubdur. Üçüncü sual. Aşağıdakı suallara cavablayın. A-da flor sıra nömrəsi 9-dur. Atomun oktet qaydasına uyğun olaraq hansı atom nömrəli təsirsiz qaza bənzəyir? Cavabınızı əsaslandırın. Flor dövr sistem cədvəlində 7-ci qrup elementidir və sıra nömrəsi 9-dur. 9 olduğuna görə ona ən yaxın təsirsiz qazımız neondur. Yəni 1 elektron alar. Həmçinin qeyri-metallar elektron almağa meyillidir. 1 elektron almaqla xarici elektron təbəqəsini daha dayanıqlı hala çevirər. Yəni neona bənzəyər. B-də bu təsirsiz qazın atomun modeli necə olur? Təsirsiz qazdan danışırsa neondan danışır. Neon sıra nömrəsi 10-dur.
Bu da müəyyən düzəlişlər edək. Çünki bizdən tələb olunur təsirsiz qaz. Təsirsiz qaz tələb olunursa proton sayı 10-dur. Kütləsi 20 olduğuna görə neutron sayında 10 olduğunu deyə bilərik. Beləliklə də həmin təsirsiz qazın 10 protonu, 10 elektronu olduğuna görə və bunlar təbii ki elektron alıb vermir. Çünki təsirsizdir, stabil haldadır. Birinci təbəqədə 2 elektron, ikinci təbəqədə 8 elektron yerləşir. Dördüncü sual. Dövrə cədvəldən istifadə etməklə alüminium, karbon, hidrogen, azot, berilyum, bor elementlərinin dublet və yaxud oktet qaydasına uyğunlaşmalarına görə qruplaşdırın. Daşlıqda da qeyd olunubdur ki, dublet qaydasına tabi olan elementlərimiz hidrogen, lityum və berilyum elementləridir. Oktet qaydasına uyğun elementlərimiz isə digər elementlərimiz, yəni alüminium, karbon, azot və bor elementləri olar. Dövrə cədvələ əsasən aşağıdakı tapşırıqları yerinə yetirin. 2 elektron almaqla argon atomuna bənzəyən elementi müəyyən et. Cavablarınızı əsaslandırın. Burada qeyd etmişəm. Yəni elektron aldıqdan sonra argona bənzəyir. Argonun sıra nömrəsi 18-dir. Deməli, bu element özünün sıra nömrəsi, özünün elektron sayı neytral halı üçün 16 olub ki, 2 elektron aldıqdan sonra 18 olubdur. Deməli, bu elementin neytral halda 16 elektronu, 16 protonu var. Yəni, sıra nömrəsi 16-dır. Bu elementdə dövrə sistem cədvəlindən baxa bilərsiniz, kükürt elementidir. B-də bu elementin atomunun və elektron alarkən əmələ gətirdiyi ionun elektron formulunu qeyd edilir. Atomunun, yəni neytral halı nəzərdə tutur. 16 proton, 16 elektron olan halı və bu zaman elektron quruluşumuz, qısanı qeyd etmişəm. Bilirik ki, 10 elektronumuz birinci və ikinci təbəqədə tamamlanır. 6 elektronu biz üçüncü təbəqəyə birbaşa yaza bilərik. 3s2, 3p4 elektron konfigurasiyası yaza bilərik. 2 elektron almaqla xarici təbəqəsini təsirsiz qaza bənzədir, yəni argona bənzədir. Burada isə, ikincidə isə ionun, yəni S2 mənfi yüklənir və ona uyğun da elektron formulu 3s2, 3p6 olur. 8-ə tamamlanır. 6. 6-da kalsium 2 müsbət ionunun argon ilə oxşar cəhətlərini qeyd edin. Kalsium sıra nömrəsi 20-dir və 2 elektron verməklə elektron sayını 18-ə çatır və beləliklə də daha dayanıqlı hala gəlib çatır. Çünki artıq təsirsiz qaza bənzəyir. Elektron formulu 3s2, 3p6 olur. Argon təsirsiz qazdır. Yəni elektron alış-veriş etmir, stabil haldadır. Çünki xarici elektron təbəqəsi tamamlanıbdır. 18-in elektron quruluşunu yazsaq 3s2, 3p6 olur. Bunların ortaq xüsusiyyətləri hər ikisində elektron formulu 3s2, 3p6 olur və beləliklə kalsium 2 müsbət halında, argonda elə neytral halında daha stabil vəziyyətdə olur. 7-ci sual. Dövrə cədvəldən istifadə etməklə ifadələrin düzgün və ya səhv olduğunu müəyyənləşdirin. A-da fosfor atomu 2 elektron almaqla xarici elektron təbəqəsini argonun xarici elektron təbəqəsinə bənzədir. Dövrə cədvəldən istifadə edə bilərsiniz şagirdlər üçün. Fosforun sıra nömrəsinə baxsaz 15-dir, yerləşdiyi qrup 5-dir. 8-ə tamamlamaq üçün, yəni xarici elektron təbəqəsini təsirsiz qaza bənzətmək üçün 3 elektron almalıdır. 3 elektron aldıqda argona bənzəyir. Burada isə 2 elektron almaq dediyinə görə fikir yanlışdır. B-də 1s2, 2s2, 2p6 elektron formuna malik X3 müsbət ionunu alüminium əmələ gətirir. Üzərini toplasaq, burada elementin elektron sayı 10 edir və elektron sayı 10-dur və 3 müsbət ionu alüminium əmələ gətirir. Fikir doğrudur. Yəni elektron sayı 10-dur və bu 3 elektron verdiyi hal üçün elektron sayı 10-dur. Deməli, bu elementin proton sayı, yəni neytral halda 13 protonu, 13 elektron olubdur. Bu elementin dövrə sistemi cədvəlinə də baxsaq, 13 sıra nömrəsi 13 olan element alüminiumdur. Fikir doğrudur. C-də oksigen və maqnezium atomları kimyəvi stabil hala keçmək üçün xarici elektron təbəqələrini argonun xarici elektron təbəqəsinə bənzədir. Yoxlayaq. Dövrə sistemi cədvəlinə baxsaq, oksigen təsirsiz qazlardan neona daha yaxındır. Bu səbəbdən 2 elektron almaqla özünün neona bənzəsə, bunun üçün daha rahat olar və daha stabil vəziyyətə gələr. Maqnezium da eyni formada dövrə sistemi cədvəlində
yenə neona yaxındır və maqnezium da 2 elektronu verər, çünki metaldır. Beləliklə daha stabil hala keçər. Yəni burada arqona bənzədiyini deyir, xeyr. Bəli, oksigen elektron almaqla, 2 elektron almaqla, maqnezium 2 elektron verməklə stabil hala keçə bilər, amma arqonu deyil, neona bənzəyər. Fikir yanlışdır. D-də flor və kalium atomları stabil hala keçdikdə əmələ gələn ionların elektron quruluşları eyni olur. Flor təsirsiz qazlardan neona yaxındır və 1 elektron almaqla elektron sayını 10-a çatdırar. Kalium isə dövrü sistem cədvəlinə nəzər yetirsəz, təsirsiz qazlardan arqona yaxındır. Yəni 1 elektronu verməklə metallar elektron verməyə meyillidir, 18-ə çatdırır. Əslində flor stabil hala keçmək üçün neona bənzəyir, kalium isə arqona bənzəyir. Burada isə elektron quruluşları eynidir, təbii ki eyni olmaz. Flor üçün olar 2s2, 2p6, kalium üçün kalium müsbət ionu üçün də olar 3s2, 3p6. Yəni biri arqona, biri neona bənzəyir. Fikir yanlışdır. Y-də oktet qaydasına uyğun olaraq atomlar stabil hala keçmək üçün ancaq elektron verir. Bunu bayaq da qeyd edirik ki, metallar elektron verməklə, yəni verməklə daha stabil hala keçirlər. Əsasən qeyri-metallar isə elektron almaqla daha stabil hala keçməyə çalışırlar. Biz sadəcə oktet qaydasında atomların stabil hala keçmək üçün elektron verir fikrini deyə bilmərik. Çünki verdikdə daha yaxın olur təsirsiz qaza və yaxud da aldıqda təsirsiz qaza yaxın olur. Bu artıq həmçinin metallıq və qeyri-metallıq xüsusiyyətlə də izah olunur. F-də atomlar kimyəvi rabitə əmələ gətirdikdə kimyəvi stabil hala keçir. Bəli, element atomları elektron alış-vermiş etməklə stabil hala keçir və belə olduqda aralarında elektron alış-verişi olduğuna görə bir birləşmə əmələ gətirirlər. Yapışqan şəklində rabitə formalaşır. 8-də dövr cədvəldən istifadə edərək boşluqlara müvafiq ifadələri yaz və mətni tamamla. Bəzi ifadələr istifadə olunmur, yəni artıq fikirlər mövcuddur. Kalsium atomunun xarici energetik təbəqəsində kalsium üçün yazmışıq və xarici elektron təbəqəsinin quruluşunu qısa şəkildə 4s2 yazmışam. 2 elektron olur. Rabitə yarandıqda kalsium dövr sistem cədvəlində neon arqona daha yaxın olduğuna görə oktet qaydasına uyğun olaraq kalsium atomu elektron verir və yükü 2 müsbət olur. 2 müsbət ion əmələ gəlir. Bu ionun xarici elektron təbəqəsi arqon elementin xarici elektron təbəqəsinə bənzəyir. 9. İfadələri Euler Venn diaqramı üzrə ayırın. Flor haqqında florun sıra nömrəsi 9-dur və təsirsiz qaza bənzəmək üçün 1 elektron almalıdır. Natrium isə sıra nömrəsi 11-dir. 1 elektron verməklə aniona bənzəyə bilər, stabil hala keçə bilər. Kimyəvi stabil halı aniondur. Qeyri-metallar aniona çevrildi. Yəni flor aniona çevrildi. Bunu bir flor üçün götürürük. Stabil halı keçdikdə ionun elektron formulu 1s2, 2s2, 2p6-dır. Yəni elektron sayı 10-a tamamlanır. Bu hər iki üçün doğrudur. 3-də 1 elektron verərək stabilləşir. 1 elektron verərək stabilləşən metal olan natriumdur. 3-ü natriuma götürürük. Oktet qaydasına uyğun olaraq xarici elektron təbəqəsini neonun xarici elektron təbəqəsinə bənzədir. Bu isə gördük ki, hər ikisi neona bənzədir. Həm flor, həm natrium. Flor elektron alaraq, natrium isə elektron verməklə deməli, neona bənzətdi. 10-cu sual. Aşağıdakı sualları cavablandırın. Silisium sıra nömrəsi 14-dür. Silisium haqqında qısa məlumat verək. Silisium elementlər içərisində bəzi elementlərimiz var ki, həm metallıq xüsusiyyət daşıyır, həm qeyri-metallıq xüsusiyyət daşıyır. Bu səbəbdən bu tipli elementlərə deyilir yarım metal. Və buna uyğun da suallar bizdən soruşulur. Silisium atomunun tam elektron formulu, yəni 14 elektronlu payladıqda 3s2, 3p2 olur. Və bu zaman biz onun xarici elektron təbəqəsində olan elektron sayının 4 olduğunu görürük. C-də oktet qaydasına əsasən silisiumun xarici təbəqəsi atom nömrəsi neçə olan təsirsiz qaza bənzəyir. Silisium qeyri-metal kimi düşünsək də bildik ki, həm metallıq, həm qeyri-metallıq xüsusiyyəti var. Və 4 elektron verməklə neona daha bənzəyə bilər. Yəni silisium 4 elektron verməklə neona bənzəyə bilər.
D-də silisium qeyri-metalik xassiyəsini, burada artıq C-də metalik xassiyəsinə bənzədiyini görürük. Çünki elektron vermə qabiliyyəti metallara məxsus xüsusiyyətdir. D-də isə silisiumun qeyri-metalik xassiyəsinin metalik xassiyəsindən daha yüksək olduğuna əsasən C bəndində olan cavabını dəyişdirərsənmi? Qeyri-metallar elektron almağa meyillidir və elektron alsa silisium 4 mənfi yüklənər və arqona bənzəməyə çalışar. Amma bu fikri dəyişmərəm, çünki silisium tam metal deyil. 4 elektron enerji baxımından da araşdırdıqda görürük ki, enerji baxımından əlverişsizdir və praktikada elektron əslində tam elektron almaq və verməyə deyil, praktikada silisium elektron paylaşmağa meyillidir. Yəni, kovalent rabitə ilə ortaq elektronu istifadəyə meyillidir. Bu səbəbdən o nə tam metal deyil, nə də qeyri-metal deyil. Yəni, fikrimi dəyişmərəm. 11-ci sual. Dövrü cədvəldən istifadə edərək boşluqları doldurum. Dövrü cədvəlindən istifadə etsək, məsələn, kütlə ədədi verilib və neutron sayı verilibdir. Kütlə ədədindən biz düsturumuz var, A bərabərdir P plus N düsturuna əsasən proton sayını tapmaq üçün kütlədən neutron sayını çıxarıq. Proton sayı 15 olan elementimiz fosfordur. Neytral halda elektron sayı 15 və proton sayı da 15 olur. Stabil hala keçmək üçün fosfor 5-ci qrup elementidir və xarici elektron təbəqəsini 8-ci qrupa bənzəmək üçün 3 elektron almalıdır. Yəni, arqona daha yaxındır və bu səbəbdən 3 elektron almağa meyillidir. Bu zaman stabil hala keçdikdə əmələ gətirdiyi iyon 3 mənfidir. Berilyum. Berilyumun sadəcə simvolunu verilibdir. Sıra nömrəsinə baxsaq, sıra nömrəsi 4-dür. Kütləsi 9-dur. Neutron sayı tapmaq üçün də kütlədən proton sayını çıxarıq. 5 qalar. Elektron sayı isə neytral halında bilirik ki, proton və elektron sayı bərabərdir. Və berilyum dövr sistemi cədvəlində helyuma daha yaxın olduğuna görə və metal olduğuna görə xaricindəki 2 elektronu verməklə daha stabil hala keçir. Yəni, helyuma bənzəyir və berilyum 2 müsbət iyonuna çevrilir. Brom. Bromun sıra nömrəsi. Daha doğrusu burada proton sayı verilibdir. Proton sayına əsasən brom olduğunu müəyyənləşdiririk. Kütlə ədədi 80-dir. Neutron sayını tapmaq üçün də kütlə ədədindən proton sayını tapıb 45 olur. Müəyyənləşdiririk. Elektron sayı proton sayına bərabərdir. Buna əsasən 35 yazırıq. Və brom yerləşir 7-ci qrupda. 7-ci qrupdadır və 1 elektron almaqla təsirsiz qaza bənzəyə bilər. 1 elektron alır, brom mənfi yüklənir. Litium. Litium dublet qaydasına tabi olar. Burada elektron sayını veribdir. Elektron sayına əsasən proton sayının 3 olduğunu müəyyənləşdiririk. Həmin elementin litium olduğunu bilirik. Kütlə ədədi 7-dir. Kütlə ədədindən proton sayını tapmaqla neutron sayını müəyyənləşdirə bilərik. Həmçinin metaldır. 1 elektron verməklə dublet qaydasına əsasən litium müsbət yüklənir və əmələ gətirdiyi iyonda litium müsbət olur.